Oğlaq Bürcü 23 may 2025 Oğlaq Bürcünün günlük proqnozu. Bugün Oğlaqlar üçün introspektivlik və daxili balans axtarışı ön planda olacaq. Gün sizi daha çox özünüzlə təmasda olmağa, düşüncələrinizi təhlil etməyə və gələcəklə bağlı planlarınızı yenidən nəzərdən keçirməyə təşviq edəcək. Həyatınıza daha dərindən baxmaq və nəyi dəyişdirmək istədiyinizi müəyyənləşdirmək üçün əlverişli zamandır. İş sahəsində təmkinli və düşünülmüş addımlar atmaq tövsiyə olunur. Əgər yeni bir məsuliyyət üzərində düşünürsünüzsə, bugün ilkin araşdırma və planlama üçün əla vaxtdır. Rəhbərlik və həmkarlarla olan münasibətlərdə səbirli davranmaq və emosional reaksiyalardan uzaq durmaq müsbət nəticələr verə bilər. Münasibətlər sahəsində isə sakitlik və anlayış önəm daşıyacaq. Əgər partnyorunuzla aranızda anlaşılmazlıqlar olubsa, bugün onları konstruktiv şəkildə həll etmək mümkündür. Subay oğlaqlar üçün isə daxili sabitlik axtarışı romantik hisslərdən üstün ola bilər. Pul məsələlərində isə diqqətli olmaq vacibdir. Qısa müddətli qazanc vədlərinə aldanmamaq, daha çox uzun müddətli sabitlik üçün planlar qurmaq tövsiyə olunur. Əgər əvvəlki alış-verişlər və ya xərcləmələr sizi narahat edirsə, bugün büdcənizi təhlil edib islahatlar aparmaq üçün yaxşı gündür. Sağlamlıq sahəsində isə emosional və zehni rahatlıq əsasdır. Meditasiya, yüngül fiziki məşqlər və ya sakit bir mühitdə vaxt keçirmək sizə yaxşı təsir edə bilər. Enerjinizi qorumaq üçün özünüzü çox yormamağa çalışın. Ümumilikdə 23 may Oğlaqlar üçün düşüncə, daxili sakitlik və gələcəyə hazırlaşmaq günü ola bilər. Özünüzə zaman ayırın və həyatınızdakı prioritetləri yenidən dəyərləndirin. Bu sizə güclü irəliləyişin əsasını qurmağa kömək edəcək. Dolça Bürcü 23 may 2025 Dolça Bürcünün günlük proqnozu. Bugün dolçalar üçün yaradıcılıq, sosial əlaqələr və yeniliklərə açıq olmaq ön plandadır. Gün ərzində müxtəlif fikirlər arasında gəzişə, fərqli mövzularda maraqlı ideyalar ortaya qoya bilərsiniz. Zəkanız və orijinal düşüncə tərziniz ətrafınızdakı insanları da təsirləndirə bilər. İş həyatında komanda ilə əməkdaşlıq və yaradıcı yanaşmalar uğur gətirə bilər. Rutin işlər sizi darıxdıra bilər, buna görə də işinizə fərqli baxış bucağı qatmaq istəyə bilərsiniz. Əgər yeni layihə və ya texnoloji bir yenilik üzərində düşünürsünüzsə, bugün ilk addımları atmaq üçün yaxşı zamandır. Sosial çevrəniz genişlənə bilər. Yeni insanlarla tanışlıq və maraqlı söhbətlər sizə motivasiya verəcək. Əgər bir müddətdir dostlarınızla əlaqə qurmamısınızsa, bugün bir araya gəlmək üçün gözəl fürsət ola bilər. Eyni zamanda sevgi münasibətlərində də mehriban və enerjili bir atmosfer yaranacaq. Pul məsələlərində isə müasir yanaşmalar və texnoloji vasitələrdən istifadə sizə üstünlük verə bilər. Onlayn alış-veriş və ya rəqəmsal xidmətlər sahəsində diqqətli olmaqla faydalı fürsətlər əldə edə bilərsiniz. Lakin ani qərarlardan çəkinmək məsləhətdir. Sağlamlıqla bağlı enerjili və hərəkətli bir gün ola bilər. Gəzinti, yüngül idman və ya açıq havada vaxt keçirmək sizə həm fiziki, həm də zehni rahatlıq verəcək. Bəzi dolçalar üçün isə ruhani praktikalar və ya özün inkişaf mövzuları maraqlı ola bilər. Ümumilikdə 23 may dolçalar üçün dinamik, ilham verici və sosial baxımdan zəngin bir gün ola bilər. Yaradıcı gücünüzdən istifadə edin və ətrafınızdakilarla müsbət enerjinizi paylaşmaqdan çəkinməyin. Balıq Bürcü 23 may 2025 Balıq Bürcünün günlük proqnozu. Bugün balıqlar üçün emosional dərinlik və daxili duyğular ön planda olacaq. Hissləriniz güclənən intuitiv yanaşmanız gündəlik qərarlarınızda sizə yol göstərə bilər. Ətrafınızdakı insanların ruh halını asanlıqla hiss edə və onlara dəstək ola bilərsiniz. İş həyatında yaradıcılığınız və həssas müşahidə qabiliyyətiniz fərqlənəcək. Əgər sənət, dizayn, musiqi və ya digər yaradıcı sahələrdə fəaliyyət göstərirsinizsə, bugün ilhamla dolu ola bilərsiniz. Rəqəmlər və sərt qaydalarla işləmək çətin görünsə də, komanda işində anlayışlı və yumşaq yanaşmanız sizə müsbət münasibət qazandıracaq. Münasibətlərdə duyğusal yaxınlıq və anlayış ön plandadır. Sevdiyiniz insanla daha səmimi anlar yaşamaq, dərin söhbətlər aparmaq üçün gözəl zamandır.
Subay balıqlar üçün isə yaxın çevrədə maraqlı biri ilə emosional bağ qurmaq ehtimalı var. Pul məsələlərində diqqətli olmaq vacibdir. Hisslərə qapılıb plansız xərclər etmək riski var, bu səbəbdən alış-veriş etməzdən əvvəl bir qədər düşünmək tövsiyə olunur. Əgər yarımçıq qalmış maliyyə məsələləriniz varsa, bugün onları səliqəyə salmaq üçün əlverişlidir. Sağlamlıq baxımından isə psixoloji balans əsas rol oynayacaq. Yuxu rejiminizə diqqət yetirmək, musiqi dinləmək və ya rahatladıcı fəaliyyətlərlə məşğul olmaq sizə müsbət təsir göstərəcək. Su ilə əlaqəli fəaliyyətlər, məsələn, üzgüçülük və ya dəniz kənarında gəzmək, rahatlıq verə bilər. Ümumilikdə 23 may balıqlar üçün emosional zənginlik, anlayış və daxili sabitliyə yönəlmiş bir gün ola bilər. Daxili səsinizə güvənin və ruhunuza yaxşı gələn seçimlər edin. Qoç bürcü 23 may 2025 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün fəallıq, təşəbbüskarlıq və liderlik enerjisi yüksək olacaq. Gündəlik işlərdə sürətlə irəliləmək və nəzarəti ələ almaq istəyiniz arta bilər. Ətrafınızdakılar sizin qərarlı və cəsarətli addımlarınıza heyran qala bilər. İş sahəsində təşəbbüs göstərmək və yeni ideyaları ortaya qoymaq üçün əlverişli gündür. Əgər uzun müddətdir irəli aparmaq istədiyiniz bir layihə varsa, bugün onunla bağlı konkret addımlar ata bilərsiniz. Rəhbərliklə ünsiyyətdə açıq və məqsədyönlü olmaq uğur gətirə bilər. Münasibətlər sahəsində isə emosiyalar yüksək ola bilər. Hisslərinizi açıq şəkildə ifadə etmək istəyəcəksiniz, lakin diqqətli olun, ani reaksiya və tələskənlik qarşı tərəflə gərginlik yarada bilər. Romantik münasibətlərdə səmimiyyət və dürüstlük önəmli olacaq. Pul məsələlərində isə riskə meyilli ola bilərsiniz. Bu səbəbdən maddi qərarlar verməzdən əvvəl biraz düşünmək faydalıdır. Əgər yeni bir alış və ya sərmayə ilə bağlı fikirləriniz varsa, təhlil edib sonraki günlərdə hərəkət etmək daha uyğun ola bilər. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq. Fiziki fəaliyyətlər, idman, yürüyüş və ya hərəkətli fəaliyyətlər sizi həm zehni, həm də bədəncə gücləndirəcək. Lakin həddindən artıq yüklənməkdən çəkinin və bədəninizin ehtiyaclarına diqqət yetirin. Ümumilikdə 23 may qoçlar üçün aktiv, təşəbbüskar və irəliləyişə açıq bir gün ola bilər. Doğru istiqamətdə hərəkət etsəniz, günün sonunda əhəmiyyətli nəticələr əldə edə bilərsiniz. Boğa bürcü 23 may 2025 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün sabitlik, rahatlıq və praktik düşüncə ön plandadır. Gün ərzində planlı şəkildə hərəkət etmək, mövcud işləri sakit və sistemli şəkildə yerinə yetirmək üçün əlverişli şərait yaranacaq. Tələskənlikdən uzaq duraraq detallara diqqət yetirmək sizə uğur gətirə bilər. İş sahəsində səbriniz və etibarlılığınız ətrafdakılar tərəfindən yüksək qiymətləndirilə bilər. Bugün yeni təşəbbüslərdənsə artıq başladığınız işləri tamamlamaq daha məqsədə uyğundur. Əgər maliyyə və ya hüquqi sənədlərlə bağlı işləriniz varsa, onlara bugün fokuslanmaq səmərəli olacaq. Münasibətlərdə isə sakit və stabil münasibətə ehtiyac duyacaqsınız. Sevdiyiniz insanla zaman keçirmək, birgə planlar qurmaq və qarşılıqlı anlayışa əsaslanan söhbətlər önəm daşıyacaq. Subay boğalar üçün isə dəyər verdikləri bir insanla münasibətin dərinləşməsi mümkündür. Pul məsələlərində diqqətli və ölçülü olmaq sizə fayda verəcək. Bugün xərclərinizə nəzarət etmək, büdcənizi gözdən keçirmək və gələcək üçün maddi planlar qurmaq üçün uyğundur. Düşünülmüş alış-verişlər sizə həm rahatlıq, həm də qənaət təmin edə bilər. Sağlamlıq baxımından özünüzü tarazlıqda hiss edə bilərsiniz. Lakin qidalanma rejiminizə diqqət etmək və bədəninizin ehtiyaclarına uyğun hərəkət etmək vacibdir. Təbiətdə vaxt keçirmək, sakit musiqi dinləmək və ya ev mühitində istirahət etmək sizə pozitiv təsir göstərəcək. Ümumilikdə 23 may boğalar üçün sakit, sabit və məhsuldar bir gün ola bilər. Əgər hər şeyi öz axarına buraxaraq addım-addım irəliləsəniz, günün sonunda həm mənəvi, həm də praktiki baxımdan məmnunluq hiss edəcəksiniz. Əkizlər bürcü 23 may 2025 Əkizlər bürcünün günlük proqnozu.
Bugün əkizlər üçün kommunikasiya, çeviklik və yeni məlumatlar ön planda olacaq. Zəkanız aktiv, maraq dairəniz geniş olacaq və müxtəlif mövzularla məşğul olmaq istəyəcəksiniz. Hərəkətli və dəyişkən enerjilər gün boyu sizi müşayiət edə bilər. İş həyatında ünsiyyət bacarıqlarınız və çevik düşüncəniz sayəsində fərqlənə bilərsiniz. Görüşlər, yazışmalar və ya təqdimatlar üçün çox münasib gündür. Əgər yarımçıq qalan layihələr varsa, bugün onları tamamlayıb irəli aparmaq mümkündür. Yeni ideyalar ortaya çıxara və çevrənizdən müsbət dəstək ala bilərsiniz. Münasibətlər sahəsində danışmaq və paylaşmaq ehtiyacı güclənəcək. Sevdiyiniz insanla açıq və rahat ünsiyyət qurmaq istəyə bilərsiniz. Yeni tanışlıqlar və sosial qarşılıqlı təsirlər də gündəmə gələ bilər. Subay əkizlər üçün bugün maraqlı bir tanışlıq başlaya bilər. Pul məsələlərində isə ani qərarlar və dəyişkən fikirlər ortaya çıxa bilər. Hər hansı alış-veriş və ya maddi məsələ ilə bağlı qərar verməzdən öncə məlumatı yaxşı analiz etmək məsləhətdir. Çünki bugün reallıqdan bir qədər uzaq qərarlar vermə ehtimalı var. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq, lakin zehni yorğunluq və gərginlik hiss edə bilərsiniz. Qısa gəzintilər, təmiz havada olmaq və maraqlı, lakin yüngül fəaliyyətlər sizə yaxşı təsir göstərəcək. Həm bədən, həm də zehni tarazlığı qorumağa çalışın. Ümumilikdə 23 may əkizlər üçün ünsiyyət, hərəkət və dəyişikliklərlə zəngin bir gün ola bilər. Maraqlarınızın arxasınca getmək və çevrənizlə aktiv münasibət qurmaq sizə həm bilik, həm də motivasiya qazandıracaq. Xərçəng bürcü 23 may 2025 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün emosional dərinlik, ailə və daxili rahatlıq ön planda olacaq. Duyğularınız güclü olacaq və yaxın insanlarla münasibətlərə daha çox önəm verəcəksiniz. İntuisiyanızın gücləndiyi bugün qərarlarınızda daxili səsinizə güvənmək sizə fayda verə bilər. İş sahəsində sabitlik və təhlükəsizlik axtarışınız güclənəcək. Əgər özünüzü rahat hiss etdiyiniz bir mühitdə işləyirsinizsə, məhsuldarlığınız artacaq. Komanda işi yerinə tək başına çalışmaq daha uyğun ola bilər. Sənədləşmə, təşkilati işlər və ya uzun müddət təxirə salınmış tapşırıqlar üçün əlverişli gündür. Münasibətlərdə isə səmimiyyət və diqqət önəmli olacaq. Sevdiklərinizlə emosional bağ qurmaq, onları dinləmək və dəstək olmaq üçün gözəl fürsətlər yaranacaq. Ailə münasibətləri və evlə bağlı planlar bugün əsas mövzulardan biri ola bilər. Subay xərçənglər üçün isə köhnə bir tanışlıq yenidən gündəmə gələ bilər. Pul məsələlərində təhlükəsiz seçimlərə üstünlük verəcəksiniz. Riskli qərarlar yerinə etibarlı və uzun müddətli planlara yönəlmək daha faydalı olacaq. Ev, ailə və ya şəxsi rahatlığınız üçün edilən xərclər gündəmdə ola bilər. Sağlamlıq baxımından emosional balans vacib olacaq. Stres və narahatlıq özünüzü yorğun hiss etməyinizə səbəb ola bilər. Rahatladıcı fəaliyyətlər, evdə sakit zaman keçirmək və ya yaxınlarla səmimi söhbətlər sizi yenidən enerji ilə doldura bilər. Ümumilikdə 23 may xərçənglər üçün emosional zənginlik, ailə dəyərləri və daxili harmoniya günü ola bilər. Hisslərinizi dinləyin, özünüzə və yaxınlarınıza qayğı göstərmək üçün bu fürsəti dəyərləndirin. Şir bürcü 23 may 2025 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün güc və özünə inamın ön planda olacağı bir gündür. Günün enerjisi sizi liderlik etməyə, təşəbbüskar və cəsarətli olmağa təşviq edəcək. Öz fikirlərinizi ortaya qoymaq və yeni layihələrə başlamaq üçün əlverişli şərait yaranacaq. Ətrafınızdakı insanları inandırmaq və onlara ilham vermək bacarığınızı daha çox hiss edəcəksiniz. İş sahəsində yaradıcılığınız və enerjiniz sizi fərqləndirəcək. Yeni ideyalar və təşəbbüslərlə irəliləmək üçün müsbət gündür. Komanda ilə əməkdaşlıq və liderlik bacarıqlarınız bugün uğur gətirə bilər. Lakin təfərrüatlara diqqət etmək və tələskən qərarlardan qaçmaq vacibdir. Münasibətlər sahəsində romantizm və sevgi ön planda olacaq. Sevdiklərinizlə birlikdə gözəl və əyləncəli anlar yaşamaq istəyəcəksiniz. Münasibətlərinizdə açıq və dürüst olmaq, sevginizi ifadə etmək sizə müsbət nəticələr verə bilər.
Eyni zamanda diqqət və qayğı göstərmək sizi daha da yaxınlaşdıracaq. Pul məsələlərində isə səxavətli və cəsarətli ola bilərsiniz. Lakin əhəmiyyətli maddi qərarlar vermədən əvvəl diqqətli olmaq məsləhətdir. Duyğusal yanaşmalarla maddi məsələləri qarışdırmamaq vacibdir. Alış-veriş və xərclərdə daha məntiqli və düşünülmüş yanaşmaq faydalı olacaq. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq. Fiziki fəaliyyətlər və idmanla məşğul olmaq sizə həm bədən, həm də ruh üçün faydalı olacaq. Lakin həddindən artıq yüklənməkdən çəkinin və balansı qorumağa çalışın. Ümumilikdə 23 may şirlər üçün güclü, təşəbbüskar və ilham verici bir gün ola bilər. Özünə inamınızı yüksəldərək qarşıya qoyduğunuz məqsədlərə doğru irəliləyin. Qız bürcü 23 may 2025 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün diqqət və təfərrüatlara fokuslanmaq ön planda olacaq. Günün enerjisi sizi təşkilatçılığa, planlaşdırmaya və işlərinizi səliqəli şəkildə yerinə yetirməyə təşviq edəcək. Ətrafınızdakiləri başa düşmək və yardım etmək istəyiniz artacaq, lakin çox da özünüzü yormamağa çalışın. İş sahəsində mükəmməlliyə olan tələbiniz sizi fərqləndirəcək. Detallara diqqət yetirmək, planlarınızı daha da təkmilləşdirmək üçün uyğun bir gündür. Əgər bir işdə ya da layihədə irəliləyiş gözləyirsinizsə, bugün kiçik, lakin vacib addımlar atmaq mümkündür. Yalnızca iş yükünüzü düzgün bölüşdürməyə diqqət edin. Münasibətlərdə isə sabitlik və anlayış ön planda olacaq. Hisslərinizi düzgün ifadə etmək, qarşı tərəfi başa düşmək və onların ehtiyaclarını nəzərə almaq vacibdir. Eyni zamanda yaxınlarınızla sadə və səmimi anlar keçirmək sizi daha rahat hiss etdirə bilər. Romantik münasibətlərdə diqqət və qayğı göstərmək çox vacibdir. Pul məsələlərində isə ehtiyatlı və mühafizəkar yanaşmaq müsbət nəticələr verə bilər. Bugün böyük xərclərdən çəkinmək, gələcək üçün daha uzun müddətli planlar qurmaq üçün yaxşı zamandır. İqtisadi baxımdan daha stabil qərarlar vermək tövsiyə olunur. Sağlamlıq baxımından isə diqqətinizi bədəninizin ehtiyaclarına yönəltmək önəmlidir. Yüngül fiziki məşqlər və rahatladıcı fəaliyyətlər sizi yaxşı hiss etdirə bilər. Bərpa olma və enerjinizi toplamaq üçün dinlənmək də faydalı olacaq. Ümumilikdə 23 may qızlar üçün təşkilatçılıq, səliqə və detallara diqqət yetirmək üçün uyğun bir gün ola bilər. Gözlədiyiniz nəticələri əldə etmək üçün səbirli və diqqətli olun. Tərəzi bürcü 23 may 2025 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün sosial əlaqələr, balans və harmoniya ön planda olacaq. Günün enerjisi sizi başqaları ilə ünsiyyətdə daha açıq və şəffaf olmağa təşviq edəcək. Ətrafınızdakı insanlarla səmimi söhbətlər aparmaq və onların ehtiyaclarına diqqət yetirmək sizə müsbət nəticələr gətirəcək. İş sahəsində komanda işi və əməkdaşlıq vacib olacaq. Başqaları ilə fikir mübadiləsi edərək ortaq layihələrdə irəliləyiş əldə edə bilərsiniz. Təklifləriniz və ideyalarınız ətrafınızdakiları cəlb edəcək. Lakin öz fikrinizi başqalarına mənimsətmək üçün hərəkətləri tələskən etməmək və şəxsiyyətinizi qorumaq vacibdir. Münasibətlər sahəsində romantik anlar və ya yaxın insanlarla daha dərindən əlaqə qurmaq istəyə bilərsiniz. Sevdiyiniz insanla qarşılıqlı anlayış və hörmət münasibətlərinizin daha da dərinləşməsinə səbəb olacaq. Əgər romantik əlaqələrinizdə müəyyən gərginliklər varsa, bugün sülh və balans yaratmaq üçün yaxşı bir fürsət olacaq. Pul məsələlərində isə mütədil və balanslı qərarlar vermək yaxşı olacaq. Böyük sərmayələrdən və riskli xərclərdən çəkinmək məsləhətdir. Maddi məsələlərdə daha çox uzun müddətli, stabil seçimlərə yönəlmək sizi daha da rahatladacaq. Sağlamlıq baxımından isə əhvalınız müsbət olacaq, lakin psixoloji və emosional tarazlığı qorumağa diqqət yetirin. İdman və ya rahatlatıcı fəaliyyətlər, yoga, meditasiya sizə həm fiziki, həm də ruhani baxımdan fayda verə bilər. Ümumilikdə 23 may tərəzilər üçün sosial bağları gücləndirmək, ətrafınızdakı insanlarla harmoniyanı qorumaq və sülh yaratmaq üçün gözəl bir gündür. Əqrəb bürcü 23 may 2025 Tərəzi bürcünün günlük proqnozu.
Bugün tərəzilər üçün sosial əlaqələr, balans və harmoniya ön planda olacaq. Günün enerjisi sizi başqaları ilə ünsiyyətdə daha açıq və şəffaf olmağa təşviq edəcək. Ətrafınızdakı insanlarla səmimi söhbətlər aparmaq və onların ehtiyaclarına diqqət yetirmək sizə müsbət nəticələr gətirəcək. İş sahəsində komanda işi və əməkdaşlıq vacib olacaq. Başqaları ilə fikir mübadiləsi edərək ortaq layihələrdə irəliləyiş əldə edə bilərsiniz. Təklifləriniz və ideyalarınız ətrafınızdakiları cəlb edəcək. Lakin öz fikrinizi başqalarına mənimsətmək üçün hərəkətləri tələskən etməmək və şəxsiyyətinizi qorumaq vacibdir. Münasibətlər sahəsində romantik anlar və ya yaxın insanlarla daha dərindən əlaqə qurmaq istəyə bilərsiniz. Sevdiyiniz insanla qarşılıqlı anlayış və hörmət münasibətlərinizin daha da dərinləşməsinə səbəb olacaq. Əgər romantik əlaqələrinizdə müəyyən gərginliklər varsa, bugün sülh və balans yaratmaq üçün yaxşı bir fürsət olacaq. Pul məsələlərində isə mütədil və balanslı qərarlar vermək yaxşı olacaq. Böyük sərmayələrdən və riskli xərclərdən çəkinmək məsləhətdir. Maddi məsələlərdə daha çox uzun müddətli, stabil seçimlərə yönəlmək sizi daha da rahatladacaq. Sağlamlıq baxımından isə əhvalınız müsbət olacaq, lakin psixoloji və emosional tarazlığı qorumağa diqqət yetirin. İdman və ya rahatlatıcı fəaliyyətlər, yoga, meditasiya sizə həm fiziki, həm də ruhani baxımdan fayda verə bilər. Ümumilikdə 23 may tərəzilər üçün sosial bağları gücləndirmək, ətrafınızdakı insanlarla harmoniyanı qorumaq və sülh yaratmaq üçün gözəl bir gündür. Oxatan bürcü 23 may 2025 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün yeni başlanğıclar və geniş perspektivlər ön planda olacaq. Günün enerjisi sizi sərbəst düşünməyə, daha böyük məqsədlərə yönəlməyə və yeni ideyalarla irəliləməyə təşviq edəcək. Hissləriniz güclənə bilər və dünyaya daha geniş bir baxışla yanaşmaq istəyəcəksiniz. İş sahəsində yaradıcılığınız və enerjiniz yüksək olacaq. Yeni layihələrə başlamaq və ya uzun müddətdir gözlədiyiniz ideyaları həyata keçirmək üçün uyğun bir gündür. Həmkarlarınızla əməkdaşlıq edərək müsbət nəticələr əldə edə bilərsiniz. Lakin diqqət yetirməli olduğunuz məsələ planlarınızı həyata keçirərkən detal və kiçik məsələlərə də yer ayırmaqdır. Münasibətlərdə isə daha açıq və dürüst olmaq ön planda olacaq. Sevdiklərinizlə daha dərin söhbətlər aparmaq və yeni birgə planlar qurmaq istəyə bilərsiniz. Romantik münasibətlərdə səmimiyyət və qarşılıqlı anlayış önə çıxacaq. Eyni zamanda oxatanlar üçün bəzi şəxsi münasibətlərdə yeni bir mərhələyə keçmək mümkün ola bilər. Pul məsələlərində isə diqqətli yanaşmaq önəmlidir. İdealist yanaşmalarla maddi qərarlar verməkdən çəkinin. Bugün ciddi alış-verişlər və sərmayələr üçün gözləmək daha yaxşı olacaq. Əgər investisiya ilə bağlı qərarlar vermək istəyirsinizsə, bir qədər daha düşünmək faydalı ola bilər. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq. Lakin bəzən həyəcan və çoxlu fikirlər bədəninizə təsir edə bilər. Rahatlamaq üçün fiziki fəaliyyətlərə, təbiətdə gəzməyə və ya zehni stressdən azad olmağa çalışın. Fiziki və emosional balansı qorumaq vacibdir. Ümumilikdə 23 may oxatanlar üçün yeniliklərə açıq olmaq, yeni perspektivlərə yönəlmək və enerjinizi doğru şəkildə yönəltmək üçün əlverişli bir gündür.